hörmətli tamaşaçılarım. Sizinlə görüşməyimə mən çox şadam. Və ümidvaram ki, bugün sizləri də, mənim özümü də maraqlı söhbətlər gözləyir. Verişimizin bugünkü qonağı sizlərin də, mənim də yaxşı tanıdığımız, Respublikamızda öz sənəti ilə özünə yer tapmış gözəl insan, gözəl sənətçi Məhəbbət Kazımovdur. Məhəbbət bəyim, xoş gəlmişsiniz. Teşekkür ederim mənim. Çox böyük teşekkür ederim. Allah gözəl təqdimatı üçün çox sağ olun. Teşekkür edirəm. Mən bu verilişə deməli, siz məni xəbərdar eləyəndən doğrudan da içimdə böyük bir həyəcan hissi ilə bu ana qədər ürəyimdə nələr keçirdiyim o mən üçün bəllidir. Yəni, çox sağ ol deyirəm, dəvət eləmişsiniz. Sağ olun, çox sağ olun. Necəsiz? Özünüz necəsiz? Özüm İşləriniz, gücləriniz? Laf yaxşı, yaradıcılıqla məşğul olun. Min şükür. İnşallah 2005-də yeni albom çıxacaq. Allah qoysa. Yəni, bu xalq üslubunda olacaq, muğam üslubunda olacaq, xalq mahnılarıdır. 2005-ci ilə yeni albomla çıxaram. Yeni albomla, yeni uğurlarla. 2005-ci ildə yəqin ki, Allah qoysa sizi tez-tez efirdə də görəcəyik. Allahın köməyinə. Odur ki, Məhəbbət müəllim, bizim öz ənənəmizə sadiq olaraq gəlin sizdən tamaşaçılar üçün gözəl bir mahnı ərmağan edək. Sizin əlbəttə ifanızda. Ondan sonra oturaq, söhbətimizi davam etdirək. Təşəkkür. Mən ilk mahnımı tamaşaçılar üçün, bizi dinləyənlər üçün, bizi izləyənlər üçün, bizi sevənlər üçün, ümumiyyətlə dünyada izləyən tamaşaçılar üçün, bizim gözəl şairimiz, mən həmişə deyirəm, deyəcəm, nəhəng bir şairimiz, Zəlimxan Yaqubun sözlərinə. Mən həmişə deyirəm, mən bəstəkar deyiləm, ümumiyyətlə, hər bir müğənni özü üçün öz ruhunda mahnılar yaradır. Sözləri Zəlimxan Yaqubun, musiqisi özümə aid, öldürəcək bu qız məni. Məhəbbət müəllim, sizi bir gözəl müğənni kimi tamaşaçılarımız əlbəttə ki, tanıyır. Ancaq sizin özünüz haqqında, uşaqlığınız haqqında, ailəniz haqqında, talih yolları nə qədər əzəmətli səslənir. Doğrudan hər bir insanın talih yollarında çox keşməkeşli yollar olur, qalmaqallı yollar olur. Bütün dünyanı dünya ilə birləşdirən yollardır, talih yolları. Mənim talih yolum çox keşməkeşli olur, çox ağır olur. Deyim ki, sözdən söz doğurur. Deməli, elə bir incə sənət xadimi yoxdur. Mən özür istəyirəm ifadəyə görə, bildiyim tarixə görə danışıram. Ki, haradasa deyək, zədagən bir ailədən çıxıb, varlı, hallı. Mən işitməmişim. Hamısının haradasa keşməkeşli talih yolları. Bəli, öz zəhmətləri ilə, öz əbəziyyətləri ilə. Mən də bu yolları, çox ağır yollar keçmişim. Yəni, əvvəla heç səsləndirə bilmirəm bu sözü ki, mən harada olmuşam. Üzr istəyirəm, yenə üzr istəyirəm ziyalılarımızdan, igidlərimizdən, ərlərimizdən, ərənlərimizdən. Heç dilimə gətirə bilmirəm ki, harada doğulmuşam. Ona görə ki, doğulduğum yer yoxdur. Adı var, özü yoxdur. Adı var, özü yoxdur. O viran qalmış, dağılmış, uçulmuş, qəbirlər düşmənin tapdağı altında qalmış, qaralasında da olmuşam. Nətər deyim, harada da olmuşam. Amma yenə ki, şükürlər olsun ki, məni bu xalq üçün, az çox tanıyanlar üçün o torpaq yetirir. O dağların nətərdir, o şırıltısı, o bulaqların zümzüməsi, o çayların şırıltısı, o ilahi verib, o torpaq verib. Bəli, bəli. Və borçluyam o torpağa. Yəni, elə yana-yana danışdım, üzr istəyəm, bəlkə sualdan qaçdım. Bu təbii haldır. Bəli, təbii haldır. Təşəkkür edirəm. Deməli, mən 1956-cı ildə Laçın rayonunun Çorman kəndi var. Orada dünyaya göz açmışam. Orada orta məktəbi qutarmışam. Oradan hərbə getmişəm. Və oradan qayıdıb birbaşa Azərbaycanımızın paytaxtı olan Bakı şəhərində gəlib burada məskunlaşmışam. 1900
78-ci ildə. Və Azərbaycan muğam dünyasının böyük məktəbi olan, çox böyük musiqiçilər yetişdirən Asif Zeynallah adına orta muğam məktəbinə qəbul olmuşam. Bizim mərhum, Allah rəhmət eləsin, Nəriman Əliyev, muğam ustadımız, bir çox yetirmələri olan, Ağxan Abdullayev, mənim sonraki müəllim, Alim Qasımov, Səxavət rəhmətli, kimlər, hamısını o məktəb yetişdirib. O məktəbi qutarmışam, xalq içində az da olsa tanınmışam. Sonradan 90-cı ildə ailə həyatı qurmuşam. 3 evladım var. Allah saxlasın. 2 qız, 1 oğlan. Böyünüz qız da oğlandı. Böyük qızdı, qızlardı, Sudabə, İlahə, sonra da bir oğul bala var. Allah saxlasın. Onun da adını Rəşid qoymuşam. Mənim bir qardaşım olub, rəhmətə gedib. Allah rəhmət eləsin. Onun adını qoymuşuq. İndi o Rəşid o adı yaşadı. Laf gözəl. Bax, beləcə. Bəs öz ata ocağında neçə evlad olmuşsunuz? Ata ocağında deyəndə hamı birdən təşvişə düşür aydanda. Bizim ata ocağında çoxlu evlad dünyaya gəlir. Yox, mən bilirəm ki, mənim öz tanıdığım insanlar çoxdur Laçın rayonundan. Maşallah olsun, ailədə aşağısı bir 7-8 olur. Bizdə də o sıradadır. Biz 7 bacı, 4 qardaş. Allah saxlasın. Ondan rəhmətə gedənləri var. Qalanları da yaşayırlar Respublikamızın müəyyən rayonlarında. Yəni qaşqınlar, bəli, köçkünlər. Və deyim ki, o talih yollarında mən çox inandığım, özüm üçün ilahi bir qüvvə saydığım böyük qardaşım var. Bu saat 82 yaşı var. Can sağlığı. Oğuz rayonunda yaşayır. Orada bu saat yaşayır. Yəni, onu qədərə mən sevirəm ki, yəni burada onu salam göndərməsəm, deyirəm ki, yaxşı yaşa, hələ yaşamaq lazımdır. Bəli, biz də İnşallah qayıdıb Laçında yaşayacaqsan. Allah qoysa, Allah qoysa. Bax belə. Rəhbət müəllim, bəs deyirsiniz, bax, görürsünüz ki, ailədə çox uşaq olmuşsunuz. Bəli. Bəs bu fitri istedadı siz nə vaxt hiss eləmişsiniz özünüzdə? Baba, deməli, yenə dedim, hara getsən insan bir yerə ki, kökləndi, o görürsən, təəssüratdan çıxa bilmir. Yenə deyirəm, Laçında oxumuşam, yəni orta məktəbdə oxuyarkən, hələ 5-ci, 4-cü sinifdə oxuyarkən. Əvvəllər çox gözəl nəğmə dərsləri keçirdilər. İndi də var yəqin ki, söhbəti yoxdur. Həmişə mənim müəllimlərim, İsmail müəllim var, Allah rəhmət eləsin, o, İsam müəllim. Mənim müəllimlərim çoxdur, üzrəysəm çoxlar, sadalamaqla tutarmaz. Yəni, orta məktəbdəkən, yəni hiss elədim ki, var. Elə həmən bu səs, belə demək mümkündürsə, o səsin sədaları altında, o ilahinin verdiyi o nimət haqqında gəldi, yavaş-yavaş gəldi, çıxdı bu təbəqəyə. Yəni, Bakı, mərkəz, oxumaq, belə. Mən bilirəm ki, Məhəbbət müəllim, siz duyğulu bir insansınız. Çünki mən əvvəllər də, indinin özündə də həmişə sizə, necə deyim, qulaq asmışam sizin musiqilərə, sizin mahnılara qulaq asmışam və həmişə ürəyimdən bir sual keçirdi. Əgər Məhəbbət müəllim mənim qonağım olsa, mənim verilişim qonaq olsa, mən mütləq bu sualı verəcəm ona. Qəribədir, sizin istər şən mahnı oxuyarsınız, istərsə də qəmli mahnı oxuyarsınız, ancaq sizin içinizdə, sizin daxilinizdə elə bir ki, bir fəryad var. Səsinizdə qəribə bir ahəng var, qəribə bir yanğılıq var. Bu nə ilə bağlıdır? Valla bu, biraz ağır sualdır, həm ansat da cavab verər, həm də ən çətindir cavab vermək. Yəni, əvvəla mən deyim ki, o talih yollarını ki, keçmişəm, dönüb, hər bir insan dönüb arxaya baxmalıdır. O ki, üzr istəm, o büyütlər ki, yada düşür, o kasıbçılar ki, yadına düşür, o vətən yadına düşür. Orada tək qalan doğma atamın qəbri yadına düşür, bacımın qəbri yadına düşür, o çaylar yadına düşür. Yəni, bu yanğı
Bir dəfə bunu qoyum oraya gedim, bir dəfə bizim gözəl şairimiz yox, Mikail Mirzə, qiraət ustası, bir yaxşı bir söz dedim, Məhəbbət müəllim çoxdan haray çəkir. Bəli. Çoxdan haray çəkir. Yəni, bu əlbət oradan doğur. İnsan sevməsə, insan içində o necə deyərlər ki, özünə məxsus hər bir insanın içində nəsə var. Amma mənim içimdə elə bir doludur. Bir balaca ora-bura üzr istəyəm, məni qurdalasan, bəlkə mən heç bilmərəm də danışaram, köylək adımı. Yəni, mənim içimdədir o. Bir dəfə bunu qoyum oraya gedim, bizim bir gözəl müğənnimiz vardı, adını çəkməyəcəm. Bizim gözəl Qubamıza toya getmişdik. Orada da bizim yevreylərin toyları idi. Oradan çıxanda o insanı da götdüm, dedim, heç Nabranda olmamışım, gedib bir Nabrana, səhərə yaxın. Getdik, oturduq. Səhərə yaxındır. Bu insan məndən çox üzr istəyirəm, yəqin bu ifadəyə görə başqa temada söhbət edir. Səndə ürək yoxdur, səndə sevgi yoxdur, sən beləsən, dedim, yox. Dedim, mənim sevgim bəlkə dünyaya sığmaz, mənim məhəbbətim. Dedi, nə təhəri? Dedim, mən vətən həsrətli bir adamım, vətəni sevirəm. Dedi, birdən Rəşqanlı olmam. Dedi, birdən desələr ki, Laçına gelsən, Rəşqanın başını verməyə hazırsan mı? Dedim, Rəşqanı yox. Məni istəyənlərin başını, bütün özüm də olmaq şərti ilə verərəm. Yox, eləyənməzsən. Yəni, mənim içimdə bir yanığı var, bir vətəni görmək var. Gəlib, tükənib, vaxt çatıb, hamı bir ömür yaşayır. Bilmək olmaz, sabaha nə olacaq? Yəni, arzu ələtə qalmasın deyə. Yəni, bax, belə içimdə bir vulkan var. Bu, doğrudan da hər bir vətəni sevən insanın içində olmalıdır. Hər bir öz anasını, öz doğmalarını, öz torpağını sevən insanın içində bu haray olmalıdır və bu harayla da yaşamalıdır. Ta ki, o vaxta qədər ki, öz məqsədlərimizə çatana qədər. Çatacaq da inşallah. Allahın köməkliyi ilə hər bir qaranlıq gecənin işıqlı bir səhəri var. Yəni ki, biz Allahın köməkliyi ilə bizim işıqlı gələcəyimiz var və biz ümidvarıq ki, bizim o torpaqlarımız alınacaq və siz o harayınızı gedib o Laçının gözəl dağlarında, o Dilbər güşəsində haray çəkə-çəkə bir mahnı oxuyacaqsınız, necə deyim, gözəl muğam ifa edəcəksiniz. Yəni ki, şükürlər olsun ki, yəni bugünü görəcəyik biz Allahın köməyi. Ramil, çox özür istəyirəm, müdaxilə edin balaca, yaxşı məni yönəltdin. Deməli, Laçın dərdi axırıncı dərddir. Çox böyük dərdlərimiz var. Qarabağ dərdimiz var, Zəngəzurumuz var, Göyçəmiz var. Ən başlıcası Təbrizimiz var. Bəli, Şuşamız var. Vaxt gələcək, bütün itirilmiş torpaqlarımız qaydacaq. O gün arzu edək. Allah qoysa, inşallah. Məhəbbət müəllim, yenə də söz musiqinindir, yenə də söz mahnınıdır. Sizin ifanızda yenə də bir gözəl mahnıya qulaq asaq və yenə də söhbətimizi davam etdirək. Yuxum Çin olmaz adlı bir mahnıdır. Hələ efirdə ifa olunmuyor. Musiqisi və sözləri bizim gözəl müğənnimiz, mən deyərdim, gözəl qiraət ustası, gözəl insan, Şamil Əhmədov var, bizim gözəl müğənnimiz. Sözləri və musiqisi onundur. Onunla da biraz efir vasitəsində məndən inciyib. Ona bir salam göndərərdim ki, incimə. Bugün onun mahnısını ifa edəcəm. Buyurun, buyurun. Siz əgər ömrünüzü musiqiyə həsr etməsəydiniz, hansı peşəni seçərdiniz? Mənə belə gəlir ki, həqiqəti deyirəm, tam səmimi cavab verirəm. Dünyada bəlkə də ən aciz adamım mən. Bəlkə də mən heç bir şey əlimdən gələ bilməzdim. Heç bəlkə yaşaya bilməzdim, bəlkə özümə həyat qura bilməzdim. Yəni, o qədərə bu sənətə alışmışam ki,
Mən bir gün, 2 gün oxumayanda darıxıram. Yəni bu sənətdən başqa özünüzü heç Əlimdən- bir peşədə görmürsünüz. Heç bir, nə bilim deyim, alim olardım, yalan deyirəm. Nə bilim, mütəxəssis olardım, yalan deyərdim. Elə bu ki, həyata atılandan, elə bu sənət 30 ilə yaxındır. Bundan sonra əvvəli belə ki, gəlib axırım, mən heç fikirləşər bilməm ki, mən düzün başqa bir sənətə bir yiyələnə bilərdim. Elə bir ki, güc tapa bilməsin də. Bəlkə də olardınız. Ancaq o iş orasındadır ki, siz özünüzdə artıq bu sənətdən ayrı hiss edə bilmirsiniz. Bəlkə də gözəl müəllim olardınız, bəlkə gözəl alim olardınız, gözəl bəstəkar olardınız. Ancaq bizdə o sənətə bağlı insanlar özlərin bu sənətdən ayrılı kənarda hiss etmirlər. Onun üçün də elə bilirlər ki, onlar əgər bu sənət olmasa başqa bir peşəyə, başqa bir sənətə yaraya bilməzlər. Ancaq mən bir suallarda yenə də sizə müraciət etmək istəyirəm. Buyurun. Həyatda xəyanət görmüşsünüzmü? Deməli, əgər kimsə xəyanət sözün çox ağır bir sözdür. Xəyanət. Sən görmüşəm. İntihasa o qədərə mən içimdə tam başqa bir adamam ki, özüm istəməmişəm ki, məs xəyanət edeyim. Amma xəyanət dəfələrlə görmüşəm. Bilmişəm. Çox xəyanət görmüşəm. Bəs biləndən sonra özünüzü... Biləndən sonra, bilirsiniz, səmimi demək lazımdır. Ürək var da, hər bir insanın ürəyi var. Sən hər qədər bir dəfə özü istəyəm, bunu qoyum oraya yedim. Bizim gözəl müğənnimiz, mənim tələbə yoldaşım, Azərbaycanlı xalq artisti, Alim Qasımov, jurnalist bir gözəl sual verir. Deyir, Alim müəllim, sizdə paxıllıq, həbslik varmı? Qısqanclıq varmı? Alim çox gözəl bir cavab verir orada. Deyir ki, var. Məndə hamıdan çoxdur. Amma bu paxıllıq, həbslik qalxanda deyir, döyürəm, qayıtsın yerinə. Qoymuram, baş qaldıra. İndi o xainlik, həbslik görmüşəm. Dahası həmişə çalışmışam ki, cavabını verməyəm. Bitirmişəm. Amma müəyyən vaxtlarda olub cavabını vermişəm. Heç olmasa. Olub belə şeylər. Bəs dostda necə? Dost münasibəti. Dost deməli mənim talihim deyil. Mənim, bilirsiniz, mən dostsuz yaşaya bilmirəm. O qədər ətrafımda dostlarım olub ki, dostsuz mən özümü təsəvvür edirəm. Dostlarım da çoxdur. Həddindən artıq çox dostlarım. Özü istəyəm, əvvəllər belə bir ifadə vardı. Mahnılarda da deyirlər. Deyir, canlı yanan ya bir olar, ya iki. Belə də bir el misalı vardı. Mən özür istəyirəm, el misalına düzəliş vermirəm. Atalar sözündə mən o şeydə deyirəm, Av-havada. Deyir ki, kişinin ya bir dost olar, ya iki. Amma mən deyərəm, kişinin hər yerdə dost olar. Hər omoda, hər oymaqda dost olar. Dostsuz insan qanatsız quş kimi bir şey. Yəni, dostlardan olub, bilirsən, gözü işlər, o da dostdan bir anda küsə bilər ki, o da aydındır, o ifadə eləmək lazım deyil. Əgər ondan naxələflik görərsən, onda dostdan ayrıla bilər. Müəyyən o xırda işlərin üstündə dostdan ayrılmaz, mənə belə gəlir. Dostlarım çox da hamısını da öpürürəm. Deyək ki, çox özür istəyirəm. Mən dostlarım elə bizim gözəl şairimiz Zahir Abbas. Görürsən, arxada oturub o qədərə səmimiyyət var ki, gəlib işini gücünü atırıb, gəlib oradan bizi izləyir. Bəli. Yəni, dostlarım hər birisini öpürəm, hər birisində canı sağlıq. Və siz də özümə dost sayıram. Çox sağ olun. Təşəkkür ederim. Bəs xarakterdə necəsiniz, xasiyyətcə? Öz xasiyyətiniz barəsində bir balaca. Öz xasiyyətim, mən deyərdim ki... Təbii ki, hər insan özünə yaxşı deyir. Yox, mən deyirəm ki, dünyada... Real, düzgün. Dünyada bəlkə də məndən ağır adam yoxdur. Nə mənada? Çəkidə? Yox, xaraktercə ağır adam yoxdur. Xaraktercə. Yəni, mən o qədərə diqqətçiləm ki, hər şeyə qarşı. Mənə qarşı bir balaca diqqətsizlik olan kimi mən dözmürəm ona. Çox ağır xasiyyətim var. Özünüz hamıya qarşı diqqətlisiniz, istəyirsiniz sizə qarşı da diqqətli olsunlar. İndi onu demək istəmirəm. Demək istəyirəm, çox ağır xasiyyətim var bana. Əhv etməyə bacarırsınız. Dünyada da məndən də yumuşaq adam yoxdur. Belə bir ki, olmuyor belə şey. Deyirəm, ay küstüm, ay nə bilim, nə oldu falan. Səhər yatıb dururam, səhər həmən adam olan.
Məhəbbət müəllim, siz demək olar ki, dağlar oğlusunuz. Təşəkkür ederim. O gözəl Laçının dilbər güşəsində göz açmışsınız, dünyaya gəlmişsiniz. Yəqin ki, o bayaqda bir mahnı oxudunuz. Ya baxtımın gözü ki oldu. Yox, yuxum Çin olmaz. Yıxım için olmaz. Hə. Quruluş göndərmə bana. Bəli. Bəli. Yəqin ki, o yerinizi, yurdunuzu, obanızı, elinizi yuxularınızda görürsünüz. Və oranın abı havası sizin axan qanınızda artıq özünü göstərir. Damarlarınızda axan qandır demək olar. Bax, o obanız üçün, eliniz üçün, yurdunuz üçün, darxanda, qəribsiyəndə və yaxud da yuxuda görəndə nə edirsiniz? Mənim əslində deyim ki, elə sualı verdiniz cavabında demək olar ki, elə siz tamamladınız. Mən, nə bilim, heç cür cavab verə bilmirəm. Nə etməliyim? Əgər insana deyərlər ki, qarşısına sual qoyarlar. Belə yanığı ilə, belə ürək döyüntüsü ilə, mahnılarında, sözündə, təbliğatında deyirsən, ay, vətənim, vətənim, neynəmsən? Onda adam qalır, bilsən, heç özündə yer tapmır ki, üzür istəyən ifadəyə görə başını hara soxmağa yer tapmır. Neynəmir, heç nə. Ağrılar, acılar. Sən bir var səmimi, bir var gözə gülmək üçün, girmək üçün. Mən deyim ki, heç nə deyə bilmirəm o barədə, heç nə deyə bilmirəm. Dünyada mən özüm üçün bundan təhqir olunmuş söz bilmirəm ki, yadıma düşəndə neyəsin? Yadıma düşəndə qeyrətdə olsansa, düş qabağa, ged orada öl, əgər belə demək mümkünsə. Vətəndə vətənsiz çox ağır şeydir lan mən. Vətəndə vətənsiz. Özü istəyən bir daha, mən həmişə cəbhə boyu gəzmişim. Bu Ağdam bölgəsinə getmişdik, cəbhiyə. Əskərlərlə görüşə. 3-4 il bundan qabaq. Öz sastavımla. Orada səngər vardı. Səngərin içində bizi apardılar. Ağdamda, qarşıda o vaxtlar melkombinat deyirlər. O görsənirdi belə. Özümdən qeyri-ixtiyarı çıxdım səngərin üstə. Belə tutdular, mən sallar ki, o tərəfdən Ermənata. Onu var, çəkiblər. Dedim, Ermənata yoxsunda qoyur, gözümlə bağlı. Yəni, bu qədər acizlikdir. O suala mən cavab verəmirəm. Siz cavab verdiniz, çox gözəl cavab verdiniz və bu cavabdan hər bir insan məncə özünə bir nəticə çıxara bilər. Çünki düzdür, biz hər birimiz deyirik ki, vətən mənə bunu eləməlidir, vətən mənə bunu eləməlidir. Amma biz hər birimiz özümüzə sual verməliyik ki, biz vətən üçün nə etmişik? Nə etmiş, bəli. Bəli, bu hər birimizin, Azərbaycan torpağında yaşayan hər bir insanın qəlbində olmalıdır ki, biz vətən üçün nə eləmişik və ondan sonra doğrudan da hər bir insan özünün öz yoluna, istər keçmişinə, istər gələcəyinə düzgün nəzər sala bilər. Bir ara demək olar ki, sizi efirdə biz görmədik. Bir ara elə bir Məhəbbət Kazımov bir parça. Əppəy oldu, göyə çəkirdi. Haradaydınız, nə ilə bağlıydı bu? Deməli, mən bu bayaq dediniz, dostlar haqqında nədir ki, mənim dostlarım yəni çoxdur, hər yerdə var. Demək olar ki, hər bölgədə var. Bu vətəndən qıraqda olan qardaşlarım var, mənim dəyərli qardaşlarım. O, Rusiyanın hər yerində olan qardaşlar. Hərdən onlar üçün mən darıxıram, onlar da mənsiz darıxırlar. Dəvət edirlər. Gedirəm onlara gözəl konsertlər. Hərdən orada oldum, arada bir, 2 ay, bir ay, bir belə. Yəqin o ərəfiyə düşüb, onda da balaca həmişə xalq baxır, istədiyini axtarır, görməyəndən o satı darıxırlar. Yəni, indi burada işlərimi davam etdirirəm.
Elə olmamalı, qastrollarla bağlı. Yox, bilirəm qastrol. Axı elə ola bilməz ki, bir sənətçi öz sənətini burada atsın, ancaq Rusiyanın hansısa bölgələrində Yox, sənəti atmaq yox. Bu, demək olar ki, atmış kimi oldunuz. Çünki olmadınız, heç bir efirdə görünmədiniz. Onun üçün də mənə tamaşaçılar məktub yazır və bunun üçün də mənim haqqım var sizdən soruşmağa. Buyurun. Və siz də xahiş edirəm ki, düzgün cavab verəsiniz ki, niyə gör, bəlkə kimdənsə incidiniz bir ara çəkildiniz. Yox, heç bir incili zəl olmuyor. Elə həqiqətə götürəndə də sonra bir ilə yaxın mən studiyadan çıxmalıyım. Yəni repertuarımı təzələmək üçün. Hal-hazırdakı yeni ilimiz üçün nə planlarınız var? Əvvəla 2005-də ola bilsin ki, mən çox az dəvət almışam oradan buradan. Ola bilər ki, bir də əlimə imkan keçməz. Bu yeni il ərəfəsindədir sənin bu verilişin. 2005-ci il üzümüzə elə gəlsin ki, elə gözəl ab-hava ilə gəlsin ki, xalqımıza fəyavanlıq gətirsin, Azərbaycanımıza bütövlük gətirsin. Amin. Azərbaycanımızın həmişə mən deyirəm ki, kim ki vətəni parçalayır, bölgələrə bölür, Allah onun özünü bölsün, balasını bölsün. Amin. Bütöv Azərbaycan olsun, bütöv Azərbaycan. Və itirilmiş torpaqlarımızı devlətimizin başçısı qaytarsın, qoy inşallah gələn yeni illərimizi Qarabağımızın baş tacı olan, o bəzəkli bir gəlini olan Şuşamızda keçirək. Amin. Və bütün xalqa firavanlıq, əminamanlıq və öz planım da, bayaqları dedim, 2005-ci ilə alnı açıq çıxıram bu musiqi barədə. Yeni albomla o xalq, muğam musiqisindən çıxıram, onu da inşallah alacaq xalqımız, oxudacaq, o qiymət verməyi özlərini öz işlərir. İnşallah. Biz də sizə bu işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, sizin həmişə səsiniz efirdən əski olmasın. Həmişə sənətdə öz yolunuzu necə tutmusunuzsa, elə də davam etdirəsiniz. Çünki sizi sevənlər çoxdur. Sizi sevənlər həmişə sizi görmək istəyirlər, həmişə sizin gözəl mahnılarınıza qulaq asmaq istəyirlər, dinləmək istəyirlər. Sizə bu işdə yeni-yeni uğurlar və sizə qoy 2005-ci ilin ayağa düşərliyi olsun. Amin. Sizi də ailənizlə bir yerdə həmişə mehriban yaşayasınız, ruzlu, bərəkətli yaşayasınız. Qoy ürəyinizdə nə arzu varsa, Ulu Tanrımız özü versin. Sizə də 4-cü mikrorayonda yerləşən Sev Məni gül mağazasından gözəl gül hədiyyəsi olunur ki, siz evdə bizim verilişin adından öz xanımınıza təqdim edəsiniz və yaxud da ki, qızınıza. Mən sizə igidlik rəmzi olan bir dənə gözəl xəncəl var. Sizi düzgün başa düşməyənlər inciyə bilər. Ən uğurlu gününüz bazardır. O xatan bürcü, bu həftə maddi durumunuz xeyli yaxşılaşacaq. Amma onu ağılla xərcləyir. Sizə xas hövsələsizlikdən biraz uzaq olun. Dostlarınızın birgə istirahət etmək təklifini rədd etməyin. Ən uğurlu gününüz bazardır. Oğlaq bürcü. İşə sadiq oğlaqlara məsləhətim budur ki, səhhətinizdə ciddi problemlərlə üzləşmək istəmirsinizsə, dincəlməyi unutmayın. Həkim müayinəsindən keçsəniz pis olmaz. Ən uğurlu gününüz bazar ertəsidir. Dolça bürcü, büdcənizi artırmaq məqamı çatıb. Bunun üçün qətiyyətli olun. Borclarınızı verməyi unutmayın. Övladlarınızla gəzintiyə çıxsanız, bu həm sizə, həm də onlara sevinc bəxş edər. Ən uğurlu gününüz şənbədir. Balıqlar bürcü, bu həftə nəzərdə tutduğunuzu həyata keçirmək üçün vaxtınıza qənaət edin. Xırdalıqlara varmayın. Dərhal əsas işlərin icrasına başlayın. Ən uğurlu gününüz şənbədir. İstəklər tamaşaçılar, bununla da ulduzların vəd etdiklərini mən sizə çatdırırım. Lakin unutmayın ki, aydan da, ulduzdan da, günəşdən də yüksəkdə yalnız və yalnız Ulu Tanrı dayanır. Qoy Ulu Tanrı sizin hamınıza